Sizi salamlayırıq. Bugünkü söhbətimiz pul haqqındadır. Amma durun, kanalı dəyişməyə tələsməyin. Hə, söhbətimiz klişe deyil. Qətiyyən. Söhbətimiz pulun necə qazanmaqdan yox, onu həyatımızı həqiqətən zənginləşdirəcək şəkildə necə xərcləməkdən gedəcək. Çünki bu, bəlkə də daha çətin məsələdir. Çox daha çətin. Pul qazanmaq bir şeydirsə, onu ağıllı xərcləmək, bax bu tamamilə başqa bir sənətdir. Tamamilə doğrudur. Və bugün biz Morgan Housel'in Pul Xərcləmə Sənəti adlı yeni mənbəsini, belə deyək, əsas götürəcəyik. Çox maraqlı mənbədir. Dəli. Housel'in əsas argumenti budur ki, maliyyə planlaması, yəni büdcələr və ya o Excel cədvəlləri ilə bağlı deyil. Daha çox özümüzü anlamaqla bağlıdır. Dəyərlərimizi, hətta qorxularımızı. Deməli, bugünkü missiyamız rəqəmlərin arxasına keçməkdir. Dəqiq olaraq, pulun bizim üçün əslində nə demək olduğunu anlamaq. Yaxşı, gəlin onda başlayaq. Elə bir vəziyyətlə başlayaq ki, yəqin hamıza tanışdı. Buyurun. Aylarla, bəlkə də illərlə arzuladığınız bir şeyi nəhayət alırsınız. Tutaq ki, yeni, parlaq bir avtomobil, o an, o ilk bir neçə gün, hətta həftə. Dünyanın ən xoşbəxt insanısan. Bəli. Amma sonra nə olur? Sonra həyat davam edir. Bax, məsələnin ürəyi budur. O böyük sevinç hissi yavaş-yavaş sönür. Hə, adi hala çevrilir. Tamamilə. O möhtəşəm avtomobil sadəcə sizi işə aparıb gətirən bir metal yığınına çevrilir. Psixologiyada buna hedonik adaptasiya deyirlər. Yəni, öyrəşmək. Bəli, insan hər cür komforta inanılmaz sürətlə öyrəşir və onu standart kimi qəbul etməyə başlayır. Dünən arzuladığınız lüks bugün olur sizin üçün norma. Və norma olan bir şey artıq xoşbəxtlik gətirmir. Bu sadəcə mövcuddur. Vəssalam. Düzdür. Housel da vurğulayır ki, biz sərvətin bizə məmnuniyyət gətirəcəyini düşünərək onun arxasınca qaçırıq. Amma bu axtarışın özü... Bizi əslində vacib olan şeylərdən uzaqlaşdırır. Bəli, sağlamlıqdan, dostlarla keçirdiyimiz vaxtdan, mənalı bir iş görməkdən. Üstəlik, bu axtarışın heç bir sonu yoxdur, elə deyil? Çünki həmişə sizdən daha çoxuna sahib olan biri. Həmişə olacaq, həmişə. Bu, heç vaxt dayanmayan bir qaçış zolağında qaçmağa bənzəyir. Çox yaxşı bənzətmədir. Yeni avtomobil alırsınız, bir də baxırsınız ki, qonşunuz daha yaxşısını alıb. Siz tətilə gedirsiniz, sosial mediada dostunuzun daha egzotik bir yerə getdiyini görürsünüz. Yorulursan, amma geri qalmamaq üçün qaçmağa davam edirsən. Aynən. Bu müqayisə tələsi həqiqətən dəhşətlidir, amma maraqlıdır bizi bu tələyə salan nədir? Niyə başqalarının sahib olduqları bizə bu qədər təsir edir? Məncə cavabın bir hissəsi heç gözləmədiyimiz bir yerdədir, uşaqlığımızda. Bax, bu çox dərin bir məqamdır. Həqiqətən dərin. Təsəvvür edin ki, uşaq vaxtı sizin həmişə köhnə cırıq ayaqqabılarınız olub və məktəbdə buna görə sizi ələ salıblar. Çox ağrılı bir təcrübədir. Əlbəttə. İllər sonra ilk böyük maaşınızla gedib ən bahalı brenddən 5 süt ayaqqabı alırsınız. Bu, sadəcə ayaqqabı almaq deyil. Yox, əlbəttə deyil. Bu, o uşaqlıq yarasını sağaltmaq cəhdidir. O xərcləmə keçmişə göndərilən bir mesajdır. Mən artıq o aciz uşaq deyiləm. Housel buna intiqam xərcləməsi deyir. Yəni, bu xərclər dərin psixoloji ehtiyacları ödəyir. Çox güclü bir nümunədir və bunun tam əksi olan bir vəziyyəti də düşünmək olar. Məsələn, bütün həyatı boyu qəpik-qəpik pul yığan, hər şeyə qənaət edən bir insan. Hə, o tipləri də tanıyırıq. Bəli. Qənaət onun şəxsiyyətinin bir parçasına çevrilib, o təqaüdə çıxanda belə bankda kifayət qədər pulu olmasına baxmayaraq, özünə bir fincan qəhvə almağa belə tərəddüd edir. Hətta ətrafındakiləri da məhdud yaşamağa məcbur edir. Bəli. Bu da sanki intiqam xərcləməsinin tam tərsidir. Bir növ qorxu yığımı kimi bir şey. Əla bir bənzətmədir, qorxu yığımı. Bax, bu, məhz Housel'in toxunduğu əsas problemə gətirib çıxarır. Bizə məktəbdə maliyyəni riyaziyyat kimi öyrədirlər. Qaydalar, düsturlar, məntiq. Amma həyat riyaziyyat deyil. Heç deyil. Sizin çəkdiyiniz bu iki nümunə, biri həddindən artıq xərcləyir, digəri həddindən artıq yığır, göstərir ki, real həyatda maliyyə daha çox psixologiya və sənətdir. Kifayət qədər anlayışı Hər kəs üçün fərqlidir. Tamamilə. Sahib olduqlarına şükür edən bir fəhlə daima növbəti milyonu qovalayan bir sahibkardan daha zəngin hiss edə bilər. Fərq gəlirdə deyil, baxış bucağındadır.
Yaxşı, əgər hər şey bu qədər fərdi və psixolojidirsə, onda biz özümüz üçün doğru olanı necə müəyyən edə bilərik? Yəni, hamı üçün keçərli olan o qızıl qaydalar kitabını axtarmağı dayandırmalıyıq. Dəqiq olaraq, xərcləmələriniz sizin şəxsiyyətinizə, prioritetlərinizə, sizin həyat anlayışınıza uyğun olmalıdır. Məndədəki o yemək benzətməsi çox yerinə düşür. Hər, İtalyan mətbəxi kabab. Bəli, bəziləri İtalyan mətbəxini sevir, bəziləri kababı. Heç biri digərindən daha yaxşı deyil, sadəcə fərqli zövqlərdir. Kiminsə sizə, yox, sən mütləq sushi yeməlisən, çünki bu daha dəbdədir deməsi nə qədər mənasızdırsa, Pul mövzusunda da başqalarının fikirlərinə əsaslanmaq o qədər mənasızdır. tamamilə. Amma nədənsə pul mövzusunda bu çevikliyimizi itiririk. Dəhşətli dərəcədə itiririk. Bir dostunuz yeni avtomobil alır və siz dərhal görəsən mən də almalıyam deyə düşünməyə başlayırsınız. Və ya kimsə sizə kirayədə qalmağın pulu havaya atmaq olduğunu deyir. Və siz daxilən istəmədiyiniz halda gedib 20 illik ipoteka borcunun altına girirsiniz. Başqalarının dəyərlərinə görə yaşamağı başlamaq çox asandır. Və bu, məsələnin yalnız bir tərəfidir. Digər tərəfdə bizim başqalarını mühakimə etməyimiz dayanır. O da var, bəli. Çox xərcləyənə israfçı, az xərcləyənə isə xəsis damğası vururuq. Amma hər maliyyə seçiminin arxasında bir hekayənin olduğunu unuduruq. Bəli, o hekayəni bilmirik. Bəlkə də o dəbdəbəli həyat tərzi keçirən şəxs yoxsulluq içində böyüyüb və indi özünə nəyisə sübut etməyə çalışır. Bəlkə o qənaətçil olan şəxs uşaq vaxtı valideynlərinin iflasına şahid olub. Və o qorxunu bir daha yaşamaq istəmir. Dəqiq. Bu hekayələri anlasaq, mühakiməmiz empatiyaya çevrilə bilər. Yaxşı, bu aydındır. Başqalarının dəyərləri ilə yaşamamalıyıq. Amma bu praktikada çox çətindir. Özümüzə həqiqətən nəyin zövq verdiyini necə tapa bilərik? Yəni, hər şeyin bu qədər subyektiv olduğu bir dünyada öz xoşbəxtlik reseptimizi necə yaza bilərik? Bax, əvvəlcə xoşbəxtliyin nə olduğunu anlamaq lazımdır. Xoşbəxtlik daimi bir euforiya halı deyil. Bu, daha çox kontrastlarla bağlıdır. Maraqlıdır. Necə yəni? Soyuq yağışlı bir gündən sonra evə gəlib, isti bir duş qəbul etmək və ya bütün gün ac qaldıqdan sonra qarşınıza gələn isti bir şorba. Bu anlar adi şeyləri qeyri-adi hiss etdirir. Niyə? Çünki bir çətinliyin, bir narahatlığın sonrasında gəlir. Bəli, məhz buna görə. Bu, birbaşa sərvətin paradoksuna gətirib çıxarır. Nə qədər çox komfortunuz varsa, o bir o qədər özəlliyini itirir. Hər gün birinci sinifdə uçan biri üçün bu artıq lüks deyil, sadəcə bir normadır. Tamamilə. Hausel'in verdiyi o tarixi nümunə çox maraqlıdır. 100 il əvvəl avtomobil o qədər nadir bir şey idi ki, insanlar onun cəmiyyətdə dərin sinfi bərabərsizliyə səbəb olacağından qorxurdular. İndi isə avtomobil demək olar hər evdə var. Bəli. Bugün isə biz şəxsi təyyarəsi olanlara həsəd aparırıq. Məsələ avtomobilə və ya təyyarəyə sahib olmaq deyil. Bizim ona olan münasibətimizdir. Yaxşı, bəs bizə həqiqi və qalıcı zövq verən şeyləri necə tapa bilərik? Mənbədə bu barədə çox maraqlı bir yanaşma var. Hə, o geniş qıf və sıx filtr metodu. Bu fikir mənim çox xoşuma gəldi. Mənim də. İdeya nədir? İdeya budur. Həyatınızın bir mərhələsində mümkün qədər çox şey sınayın. Fərqli yerlərə səyahət edin, müxtəlif hobbilərlə məşğul olun, bahalı bir restorana gedin, ucuz bir konsertə bilet alın. Yəni, qıfın geniş hissəsi budur, təcrübələri toplamaq. Və sonra filtr gəlir. Yəni, bu təcrübələrdən sonra özünə dürüst suallar verirsən. Bu mənə həqiqətən qalıcı bir sevinc gətirdimi? Yoxsa sadəcə ani bir həzz idi? Bəli, və sizə həqiqətən dəyər qatmayan, qalıcı xoşbəxtlik gətirməyən şeyləri heç bir günahkarlıq hissi keçirmədən həyatınızdan çıxarın. Bu çox vacibdir. O günahkarlıq hissi olmadan. Məqsəd, zamanla sizin özünüzə məxsusu zövqlər toplusunu tapmaqdır. Biri üçün bu bahalı, keyfiyyətli geyimlər ola bilər, çünki bu ona özgüvən verir. Digəri üçün nadir idman ayaqqabıları kolleksiyası. Bir başqası üçün isə sadəcə hər həftə sonu ailəsi ilə getdiyi piknik. Dəqiq olaraq. Əsas odur ki, xərcləmələriniz sosial mediada olmalı olduğunuzu düşündüyünüz şəxslə deyil, həqiqətən kim olduğunuzla tam uyğunlaşsın. Və bu bizi mənbədəki bəlkə də ən güclü, ən sarsıdıcı fikirlərdən birinə gətirir. Bu, bir növ sosial illüziyadır. Hansı ki? Siz o bahalı maşını alırsınız ki, insanlar sizin nə qədər uğurlu, nə qədər zövqlü olduğunuzu düşünsünlər, amma əslində heç kim sizin haqqınızda düşünmür. Heç kim.
Yolda sizin parlaq avtomobilinizi görən biri, vay, bunu sahibi nə qədər möhtəşəm bir insandır demir. O sadəcə o maşın haqqında düşünür və onu özünün necə sürəcəyini xəyal edir. Bu, həqiqətən təvazökar olmağa vadar edən bir fikirdir. Siz aylarınızı o ideal maşının rəngini seçməyə sərf edirsiniz. Amma yoldan keçən biri onu cəmi 3 saniyə görür və sonra svetoforda yaşıl işığın yanmasını gözləməyə davam edir. Vəssalam. Bütün o qayğınız, bütün o araşdırmanız əslində yalnız özünüz üçündür. İnsanlar hörmət qazanmaq üçün sərvətlərini nümayiş etdirirlər. Amma əslində başqaları sürücüyə deyil, onun sahib olduğu əşyaya heyran qalır. Yəni siz bütün bu pulu başqalarının sizin haqqınızda düşünməsi üçün xərcləyirsiniz. Amma onların tək düşündüyü şey özləridir. Bəli, bu pulun boşa getdiyi bir ironiyadır. Bu həqiqətən də üzə vurulması lazım olan bir həqiqətdir. Əgər məqsədiniz həqiqətən də hörmət və heyranlıq qazanmaqdırsa, təvazökarlıq, nəzakət və empatiya kimi xüsusiyyətlər Onlar sizə ən bahalı evdən daha çox hörmət gətirəcək. qat-qat daha çox. Onlar heç vaxt dəbdən düşmür və heç bir pula başa gəlmir. Ha, bu da var. Bu ilki tətil keçən ilkindən daha yaxşı olmalıdır. Yeni avtomobilim köhnəsindən daha lüks olmalıdır. Beləcə, pul həyatı asanlaşdıran bir alət olmaqdan çıxıb, daim qorunması və artırılması lazım olan bir sosial öhdəliyə çevrilir. Səviyyəni aşağı salmaq sosial intihar kimi görünür. Bu, Montesquieu'nun məşhur sözünü yadıma salır. Deyirdi ki, əgər sadəcə xoşbəxt olmaq istəsəydiniz, buna asanlıqla nail olardınız. Amma biz başqalarından daha xoşbəxt olmaq istəyirik və bu həmişə çətindir. Çünki biz başqalarının olduğundan daha xoşbəxt olduğuna inanırıq. Görünür, bu həm başqaları, həm də keçmiş özümüz üçün keçərlidir. Bu daimi artım tələbi bizi heç vaxt tam məmnun olmağa qoymur. Hər zaman növbəti zirvəni fəth etməliyik. Əks halda özümüzü uğursuz hiss edirik. Beləliklə, Morgan Housel'in mənbəsindən əldə etdiyimiz əsas mesajı ümumləşdirsək, belə demək olar. Pul xərcləmə sənəti, pulu sosial təzyiqlərə, müqayisələrə və ya keçmişin yaralarına görə deyil, öz dəyərlərinə əsaslanan, həqiqi və yalnız sənə məxsus bir həyat qurmaq üçün bir vasitə kimi istifadə etməkdir. Bəli, bu riyaziyyat deyil, özünü kəşf etmə səyahətidir. Və bu səyahət sonda çox vacib bir sual doğurur. Bax, bir anlıq düşünün, sabahdan etibarən başqalarından daha zəngin və ya daha xoşbəxt görünməyə çalışmağı dayandırırsınız. Hətta keçən ilki özünüzü ötüb keçmək cəhdini də. Bütün bu xarici təzyiqlər yox olur. Çox maraqlı bir fikir eksperimentidir. Bu halda pulunuzu fərqli şəkildə nəyə xərcləyərdiniz ki? Bu sadəcə olaraq indiki sizə, sizin real dəyərlərinizə və arzularınıza uyğun olsun. Bu fikir üzərində düşünməyə həqiqətən dəyər.